Dəyərli dostlar, sizə maraqlı bir mövzu ətrafında izahat vermək istəyirəm. Bu mövzu yerin Günəş ətrafında hərəkəti mövzusudur. Qeyd edim ki, yerin Günəş ətrafında hərəkəti ilə bağlı məsələlər qədim dövrdən müxtəlif yanaşmalara məruz qalmışdır. Qədim dövrdə geosentrik nəzəriyyə mövcud olmuşdur. Geosentrik nəzəriyyənin tərəfdarları düşünürdülər ki, yer Günəş ətrafında hərəkət etmir, Günəş yer kürəsi ətrafında hərəkət edir. Lakin sonraki dövrlərdə heliosentrik nəzəriyyə meydana çıxdı və sübut olundu ki, Günəş tərəflənmir, bütün planetlər eyni zamanda yer kürəsi də Günəş ətrafında hərəkət edir. Və müasir elm, müasir texnologiyada heliosentrik nəzəriyyənin əsas olduğunu ortaya çıxartdı. Helio Günəş sentrik mərkəz deməkdir, yəni Günəşin mərkəzdə olduğu nəzəriyyə deməkdir. İndi isə dostlar, sizə yer kürəsinin Günəş ətrafında hərəkəti ilə bağlı bəzi qeydlərini çatdırım. Bu Günəşdir, bu yer kürəsidir və Günəş ətrafında hərəkət edir. Günəş ətrafında yer kürəsinin hərəkət etdiyi bu xətt orbit xətti adlanır. Orbit xəttinin uzunluğu 940 milyon kilometrdir. Yer kürəsi orbit xəttini tam dövrə vurarkən buna 1 il, yəni 365 gün vaxt lazım olur. Yer kürəsi Günəş ətrafında qərbdən şərqə doğru hərəkət edir və tam dövrəni başa vurur. İndi isə digər qeydlərimi sizinlə paylaşım. Yer kürəsi orbit müstəvisinə hərəkət edərkən heç də Günəş yer kürəsini bərabər işıqlandırmır. Buna səbəb ondan ibarətdir ki, yer kürəsinin xəyali oxu heç də orbit müstəvisinə perpendikulyar deyil, yəni 90 dərəcəli bucaqla düşmür. Bu zaman meyillik dərəcəsi adlanan dərəcə müşahidə olunur. Bu dərəcə 66,5 dərəcədir. Bu yer kürəsinin orbit müstəvisinə, yəni xəyali oxun orbit müstəvisi arasında olan bucaqdır. Və buna görə də yer kürəsində qütb dairələri 66,5 dərəcədən, tropik dairələri 23,5 dərəcədən keçir. Bu məqama diqqət edək. Bu 21 mart tarixidir. Buna yaz gecə-gündüz bərabərliyi günü deyilir. Bu tarixdə Günəş yer kürəsinin ekvator xətti üzərində zenitdə olur, yəni 90 dərəcə bucağı altına düşür. Yer kürəsinin şimal və cənub yarımkürələri bərabər işıqlanır. Gecə ilə gündüzün uzunluğu bir-birinə bərabər olur və 12 saatdan ibarət olur. Növbəti 3 ay ərzində isə Günəşin zenitdə olduğu nöqtə yerini şimala doğru dəyişir. Diqqət edək. Bu 22 iyun tarixində müşahidə olunur. O vaxtı gördüyümüzə görə, yəni şəklə diqqət etsək görərik ki, Günəş şimal tropiki üzərində zenitdə olur, yəni 23,5 dərəcə şimal əlində zenitdə olur. Bu zaman görürük ki, şimal yarımkürəsi daha çox işıqlanır, cənub yarımkürəsi isə daha az işıqlanır. Nəticədə şimal yarımkürəsində yay fəsli daxil olur. Şimal yarımkürəsində gündüzün uzunluğu çoxalır, gecənin uzunluğu qısalır. Cənub yarımkürəsində isə əksi müşahidə olunur. Şimal yarımkürəsində qütb dairəsi, qütb ətrafı ərazilər, qütblərdə Günəşin batmadığı qütb gündüzləri müşahidə olunur. Cənub yarımkürəsində isə Günəşin görünmədiyi qütb gecələri müşahidə olunur. Növbəti 3 ay ərzində isə yer kürəsi öz yerini dəyişir və 23 sentyabrda bu qeyd etdiyim, göstərdiyim yerdə qərar tutur. Bu zaman 21 martda müşahidə olunan proses müşahidə olunur. Yenə də Günəş yer kürəsini bərabər işıqlandırır. Yenə də Günəş yer kürəsinin ekvator xətti üzərində zenitdə olur. Şimal və cənub yarımkürəsi bərabər işıqlanır. Gecə ilə gündüzün uzunluğu 12 saatdan ibarət olmaqla bərabərləşir. Və ekvatordan şimala və cənuba doğru getdikcə Günəşin düşmə bucağı getdikcə azalır təbii olaraq. Və bu tarixə isə deyilir payız gecə-gündüz bərabərliyi günü.
Necə ki 21 martda deyilmişdi yaz gecə gündüz bərabərliyi günü, bu tarixə isə deyilir payız gecə gündüz bərabərliyi günü. Növbəti 3 ay ərzində isə yer kürəsi yenə yerini dəyişir və göstərilən yerdə olur. Günəş bu zaman yer kürəsinin gördüyümüz kimi cənub yarımkürəsini daha çox işıqlandırır. Şimal yarımkürəsi isə daha az işıqlanır. Günəş cənub tropik xəttində, yəni 23,5 dərəcə cənub enliyində zenitdə olur. Bu zaman cənub yarımkürəsində yay fəsli daxil olur, şimal yarımkürəsində qış fəsli daxil olur. Cənub yarımkürəsində gündüzün uzunluğu çox, gecənin uzunluğu qısa olur. Şimal yarımkürəsində isə gündüzün uzunluğu qısa, gecənin uzunluğu çoxalır. Eyni zamanda da cənub yarımkürəsində qütb dairələrindən qütblərə qədər günəşin batmadığı qütb gündüzləri müşahidə olunursa, şimal yarımkürəsində isə günəşin görünmədiyi, yəni qütblərdə görünmədiyi qütb gecələri müşahidə olunur. Sanki 22 dekabr tarixi şimal yarımkürəsində 22 iyunda baş verən proseslər cənub yarımkürəsində həmin tarixdə, yəni 22 dekabrda sanki təkrarlanır. Bu zaman yarımkürələr sanki yerini dəyişir. Növbəti 3 ay ərzində isə yer kürəsi yenə hərəkətini davam etdirir və ilk hərəkətə başladığı məntəqəyə, yəni 21 mart tarixində olduğu məntəqəyə və yenə 21 mart tarixində gəlib çatır. Və yenə də yer kürəsi günəş tərəfindən şimal və cənub yarımkürələri bərabər işıqlandırılır. Yenə də, yəni bir sözlə əvvəlki, yəni birinci proses 21 martdan başlanmışdı və 21 martda hansı proseslər müşahidə olunursa, yenə həmin proseslərə gəlib çatır və beləliklə bir il tamamlanır. Dəyərli dostlar, ümid edirəm ki, bu mövzu haqqında sizə verdiyim və əyani çatdırmağa çalışdığım məsələlərlə bağlı müəyyən qədər bilikləriniz vardırsa artdı. Əgər yoxdursa da yeni biliklər əldə etdiniz. Və düşünürük ki, növbəti günlərdə də, növbəti dövrlərdə də biz bu və ya digər mürəkkəb, nisbətən çətin anlaşılan mövzular haqqında belə video izahlar da yerləşdirək. Məsələlərlə yanaşı izahatlara da yol verməyə çalışacağıq. Əgər hansısa bir məsələdə, hansısa bir mövzuda bir sualınız varsa, izaha ehtiyac duyduğunuz məqam varsa, zəhmət olmasa bizim ünvanlara, elektron ünvanlara və ya Facebook sosial şəbəkəsindən bizə yaza bilərsiniz və biz həmin məsələlərə tez bir zamanda aydınlıq gətirməyə çalışacağıq. Çox sağ olun, diqqətinizə görə minnətdarım.